Bir məhsullu tənliklərə aid 81 və 83 tipli tənliklərin həllinə baxaq. 81-də deyir 3 kök altında 3x üstəgəl 1 bərabərdir 5-ə. Görsəz ki, tənliyin bir tərəfi kökdür, digər tərəfi ədəddir. Tənliyin hər tərəfini kvadrata yüksəldin. Hər tərəfi kvadrata yüksəldəndə kvadratla kök gedir, qalır 3x üstəgəlsin 1 bərabərdir 5-in kvadratına, yəni 25-ə. Buradan 3x bərabərdir 24, x-i tapırsınız 8. Demək 81-də cavab olur D. 82-də isə burada 3-cü dərəcədən sizi çaşdırmasın. Yəni 3-cü dərəcə veribsə, demək tənliyin hər tərəfini kuba yüksəltmək lazımdır. 4 verərsə 4-cü dərəcədən, 5 verərsə 5-ci dərəcədən, fərqi yoxdur. Kub verdiyinə görə bu kubla bu kök gedir, qalır x çıxılsın 5 bərabərdir 3-ün kubuna. 3-ün kubu da eləyir 27. Buradan onda x tapmaq üçün 27-nin üzərinə 5 gəlmək lazımdır və x-i tapırıq buradan 32. Demək 83-cü sualda da cavab B bəndidir.